Hikmət, mən üstünüzə sağlıq. Ata xəstələnib, əgər icazə versəydiniz, mən 2-3 gün möhlət götürərdim. Bu, nə danışırsan sana? Kim nə danışır, gəlsin, mən xəbər edirəm usta. Yox, Hilal, alınmaz. Sən getsən şirkət qalır boş. Sən bu şirkətdən mənim üçün nə qədər mühüm əməkdaş. Hə, sən mənim üçün nə qədər mühüm əməkdaşsan. Yox, alınmaz Hilal, indi. Hikmət müəllim. Ay can! Ay Hikmət müəllim. Nə adam var, səni bir adam var, hə? Ay Hikmət müəllim, mənim kim xəstələnib, pupsikim çıxaram. Da. Nə ola mənə bir həftəlik icazə ver də mən evdə baxım. Azdan bir həftə get, tələs indi bir ay get qal. Bir ay. Spasiba. Gəlin o fikirlə işlərəm, mən təkcə xəbərim olsun. Bəs Hikmət, mən xahiş eləsəm mənim maaşımı 100 manat artıra bilərsiniz, vəziyyətim heç odur. Ay Hilal, kef sənə Allahın olsun. Deyirsən də pul var elə ki. O deyə şirkət rəhbərlərində deyir burada gəl pul var da çox verirəm. Bəs Hikmət müəllim, deyirsiniz ki, pulum yoxdur, amma özünüzə təzə maşın almısınız. Necə olur bu? Bu, deyil, ala, maşın. Bizon lotereya keçirilir. Qapağın altıncı kodu var. promo.bizon.az saytına qeydiyyatdan keçsən, hər həftə bir maşın verilir. Mən də bəxtimi sınadım, unutdum onu. Başa düşürəm. Ay Hikmət müəllim. Ay inanırsan ölürəm əsəbdən. Yaz nə olur? Sən aldığın maşını vurmuşam arxasına. Canım sağ olsun, mən edirəm, düzəldirəm. Çox sağ ol. Bir də pupsik mənim prosedurlarımı Az verdim mənə yaxşı. 2000 manat kartımı atarsan da. Yaxşı can. Öpdüm səni. Hadi bay bay. Boy. Dəhşətli çek deyil. Yaxşı Hikmət müəllim, mən hər şeyi başa düşdüm. Sağ ol, çox sağ ol. Hikmət müəllim. Bu.